Salamlar vaxtınız xeyir. İzləyicilər, deməli biz algoritmin artıq qalan hissəsinin izahını çəkəcəyik. Videonu izləyib kanala abunə olub videoları bəyənməyi unutmayın. Böyləcə vaxt itirmədən başlayaq. 66-cı suala 65-də qalmışdıq. Ən son, bəli. 66-cı sualda bizə nə deyir? Alqoritm icrası nəticəsində x dəyişəninin 102 qiymət alması üçün e, daxil edilə biləcək, n üçün daxil edilə biləcək ən kiçik qiyməti tapın. Deməli, bizdən n-i soruşur elə. X 6-dır, m 26-dır. Deməli 26 1982-dən nə qədər kiçikdirsə, hər dəfə n-i toplayacaq. X-i 8 vayda artıracaq hər dəfəsində. Və x də 6-dır. Və bu formada davam edib sonunda x-in 102 qiymətini çap edəcək. İndi x-in başlanğıc qiyməti 6-dır. 8 hər dəfə artar, nə vaxtsa 102-yi çap edəcək. İndi baxaq görə biz neçə dəfə 8 artırmalıyıq. Yəni bu neçə dəfə bu dövrdən keçəcək. Ona görə biz nə edərik? 102-dən 6-nı çıxarıq, bölərik 8-ə, üstünə 1 gələrik. Ki görə bu dövr neçə dəfə olub? Bu dedilir neçə? 12 dəfə. Bu o deməkdir ki, bizim dövrümüz 12 dəfə gedib. Yəni 12 dəfə dövr gedibsə, 12 dəfə də m ədədinin üzərinə n gəlib. Yəni 26-nın üzərinə 12 dəfə də n ədədin gəlib. Və bu dövr belə deyək də işləməyib. Necə yəni işləməyib? Ən sonuncu addımda 1982-dən kiçik olmayıb. Kiçik olmayıbsa ən az nə ola bilər bu? Bərabər ola bilər da. Yəni böyük də ola bilər. Amma bərabər şərti yoxsa bərabər də ola bilər. Ona görə 12-nin görək nəyə bərabər olar? 1982-dən də 26-nı çıxsaq nə qədər olar? 1956. İndi 1956-nı da 12-yə bölsək, 19-un içərisində 12 bir dəfə, 75-in içərisində 6 dəfə, 36-cı içərisində 3 dəfə. Deməli, 163 dəfə düşür. 163 də nədir? N-in başlanğıc qiyməti ən kiçik 163 ola bilər. 67. Alqoritm icrası nəticəsində A9, B3-dürsə, A və B dəyişənin ilkin qiymətlərinin cəmini tapaq. Yəni, nəticədə A sonunda 9 olub, B-nin də son qiyməti buradadır, 3 olub. İndi baxaq. B ilə A-nın cəmi 9 verib. Deməli, B-nin də son qiyməti 3 olduğuna görə mən burada B-nin yerini 3 yazsam, o zaman A-ya neçə qalır? 6 qalır. A-nın son qiyməti bu ifadə olub 6. İndi eyni şəkildə A-nın qiyməti bu A-nın isə buradakı A-dır. İndi onu tapmalıyıq. A-nın qiymətini bilmirəm. B-nin qiyməti özünün əvvəlki 2 dəfə 3 olub. Yəni A-nı 3-ə vurub 2-yə böləndə 6 edib. O zaman buradan A tapırıq neçə? 4. Deməli bu A-nın da qiyməti 4-dür. O zaman A-nın qiyməti burada 14-dür. Gətirib bu 14-ü burada yazırıq. 14 bölü 2, yəni 7 çıxılsın. B-nin də bilmirik. Üstə gəlinsin 5 bərabər olub 4-ə. Bu deyir 12 çıxılsın B bərabərdir 4. O zaman B alınır 8. Deməli B-nin başlanğıc qiyməti 8 tapdıq. A-nın başlanğıc qiyməti isə 14-dür. O zaman 14 ilə 8-in cəmi neçə eləmiş olar? 22 eləmiş olar. Yəni Y variantı. Keçək növbəti suala. Növbəti sualda bizi nə gözləyir? 68-ci sual. Deyir, bu alqoritm nə işi görür? Haradadır alqoritmin əvvəli? Hə, buradadır. 68. Biraz kiçildək ki, tam düşsün. Deməli, bizə burada Y və N ədədini daxil edir. Həmin bu ədədləri daxil edəndən sonra bir dənə dövrə gedir. Yəni, S Y-ə bərabər edib dövrə daxil olur. Deməli, S bərabərdir
Y, K bərabərdir 1. İndi 1 n-dən kiçik bərabər olduğu qədər hər dəfə yeni ədəd daxil edəcək. Burada bərabər yoxdur, kiçik olduğu qədər. Əgər s y-dən böyükdürsə, yeni s y-ə bərabər, yəni kiçik olana bərabər eləyir. Deməli, bu hər dəfə yeni ədəd daxil edəcək. Hansı kiçik olsa s ona bərabər. Deməli, burada ən kiçik qiyməti soruşur. Ən kiçik qiyməti tap. İndi baxaq. K-dır 1-də başlayır, n daxil deyil. Əgər burada bərabər şərti yoxdursa, dövrlərin sayı bunların fərqinə bərabər olur. N çıxılsın 1-ə. Deməli, n çıx bir dəfə dövr gedəcək. N çıx bir dəfə y qiyməti daxil olunacaq. Amma burada biz bir dənə y əvvəldən daxil eləmişik axı. Ona görə daxil olan y-lərin sayı olacaq n dənə elə. O əvvəldə daxil etdiyimizə görə. Belə çıxır ki, onda n dənə ixtiyari ədəddən nəyin tapır? Ən kiçik qiymətin tapır. Bu hardadır? Y variantında. Burada. Bu da Y variantındadır. Sonra keçək 69-cu suala. Burada faiz işarəsi qalır. 2 qatı bölmək isə tamı bildirir. Baxaq görə bu sual da bizə nə istəyir? I2-dir, S0-dır, F0-dır. Bizdə burada nəticəni soruşur. İndi i2 S0 F0 2.17-dən kiçik bərabərdirmi? Bəli. Düşür aşağı. F-i i qədər artırır. Yəni 0 idi 2 gəldim üstünə oldu 2. Sonra i-ni 6 payda artırır olur 8. Gəlir 8 17-dən kiçikdirmə. Hə, bu dəfə F-in üzərində 8 gəlir. Olur 10. Bu dəfə olur 14. 14 yine 17-dən kiçikdirmə. Hə, bu dəfə onun üstünə 14 gəlir. Olur 24. 14-ə 20 eləyir. Gəlir 20 17-dən kiçikdirmə yox. Ona görə dövrdən çıxır. Gəlir bura. F-in son qiyməti 24. 24 böyükdürmü 0-dan? Hə. İndi 24-ü 6-ya bölündə alınan qalıq 0. İndi gəlir. 0-ı 2-yə bölündə alınan qalıq 1-dirmi? Yəni deyir, nə vaxt hansı ədəddə 2-yə bölündə alınan qalıq 1 olar? Tək ədədlər. Deyir qısacası qalıq tək ədəddirmi? Təkdirsə topla, tək deyilsə bu tərəfdən gəl. Deyir, bizi cüt olduğuna görə yoxla gələcək. Sonra ədədi 24-ü 6-ya tam böləcək, düşəcək 4 dəfə. Düzdürmü? İndi gələcək yenə. 4 böyükdürmü 0-dan? Hə. 4-ü 6-ya böləndə qalınan qalığa tap. 4. İndi 4 yenə tək ədəddirmi? Yox. Yenə gələcək. Bu dəfə 4-ü 6-ya böləcək, tam 0 düşəcək. 0 0-dan böyükdürmü? Yox. S-in qiymətini tap. S-in qiyməti dəyişmir. Çünki heç vaxt toplamadı. Ona görə də cavab olacaq elə 0 qiymət. Bu bir də baxaq. Deməli 2, 8, 14. Bunları toplasaq 10, hə düzdür. Dedim bəlkə hardasa yanlışlıq olub, düzdür. 70. X 12, Y 8. 12, 8 daxil olunub. 12, 8-dən böyükdürmü? Hə. Deməli, Y vurulsun 3 böl X. Y-imiz necədir? 8. 8 vur 3 böl 12. Bu deyir 2. Deməli, bu 70-in sonunda cavab oldu 2. Açıq suallar başladı artıq. 71-dir. Riyaziyyat üzrü neçə dəfə çap olunur? Yenə 28 6 deyil. 28 6-dan kiçikdirmi? Yox. Bir dəfə çap oldu. B-ni eləyir 11. A-nı eləyir 26. Yenə gələcək. Kiçikdirmə? Hə. Yox. Yəni kiçik olduğuna görə kiçik deyil də belə deyək. Düşəcək yoxa. Riyaziyyatı çap eləyəcək. Bunu eləyəcək 16. Bunu eləyəcək 24. Gələcək yenə 24 16-dan kiçik deyil. Üçüncü dəfə çap eləyir. Sonra bunu eləyir 21, bunu eləyir 22. Yenə 22 21-dən kiçik deyil. Dördüncü dəfə çap eləyəcək buradan. Sonra bu olacaq 26, bu olacaq 20. 20 26-dan kiçikdirmə? Hə, dövrdən çıxacaq, amma çıxanda bir dəfə də burada çap eləyəcək. Deməli 5 dəfə çap olunur. 72 ədədə deyir 4 ədədi daxil olunarsa. Deməli n 4-dür, s 1-dir. N-imiz neçədir? 4. 4 böyük bərabərdirmi 1-dən? Bəli. Təzə s-imiz olur, onda 4 vur 1. Təzə n-imiz olur, 4 vur 3, 12. Yenə dövr gəlir. 12 böyük bərabərdirmi 4-dən? Bəli. Bu dəfə s olur. Sonuncu s ilə sonuncu n-in hasili. 12 ilə 4-ün hasili nə edəcək?
48. Gələcək n olacaq 36. Çünki n-in son qiyməti 12 idi. Gələcək təkrar. 36 böyükdürmü 48-dən? Xeyr. Dövrdən çıxacaq. K da bərabər olacaq S çıx n. 48-dən də 36 çıxacaq. Eləyər 12. Bu da 72-ci sual. 73. A dəyişənin içində 13 ədəd daxil olunarsa, i-nin qiyməti neçə olur? Deməli, A-na 13 daxil etsək, S sıfırdır, i 1-dir. 13 böyükdür 1-dən, hə. 13-ü 2 vayda azaltdırdı, 11. S-i 1 vayda artırdı, oldu 1. Yenə 11 böyükdür 1-dən, hə. Bu da edir 9, bu olur 2. Sonra 7, 3, 5, 4, 3, 5, 1. İndi azaldıraq, ha. 1, bu da olur 6. İndi bir də baxaq. Deməli, başlanğıcı S0 idi. A 13 idi. Deməli, A 13 olanda yoxladı böyükdürmü? Hə. Elədi 11. Elədi 1. Sonra belə deyək də, burada 11 olur, artırır. Eləyir 1. Sonra 9 olur 2. 7 olur 3. 5 olur 4. 3 olur 5. Hə, burada azaldır olur 1, bu olur 6. 1 birdən böyükdürmü? Yox. Gəlir bura. İndi A 1-ə bərabərdirmi? Hə. Təzə i bərabər olur. i-nin son qiyməti 1. Üstə gəlir. S-i 2-yə vurur. S-in də son qiyməti 6-dır. 6-nı da 2-yə vurur 13. Yəni cəmi. Bərabər olur 13-ə. 74. Nəticə 7 olarsa yenə. Deməli, y-8 7-dir. İndi y-i gətirib burada əvəz eləməliyəm. Olur x plus y. Y-in yerinə yazdıq bunu. Çıx x bərabərdir 7. X-lar getdi, burada yenə y alınır. 7. Mənim bu aldığım 7 buradakı y-in qiymətidir. 7 bərabərdir x bölü 2. O zaman buradan alınır ki, x 14-dür. Mənim aldığım 14 bu x-dir. İndi 14 də bərabərdir x plus 10-a. Buradan da alınır x bərabərdir 4. Bizdən də burası oluşur. 75-ci sual. A 15, B 22'dir. 15 böyükdür 22'dən? Yox. Artır edir 19. B-ni edir 24. Gəlir yenə. Böyükdürmü? Yox. O zaman bu olur 23. Bu olur 26. Yenə böyükdürmü? Yox. Bu olur 27. Bu olur 28. Böyükdürmü? Yox. Bu olur 31. Bu olur 30. Böyükdürmü? Hə. Gəlir bura. D də bərabərdir A ilə B-nin fərqi. 31-dən də 30 çıxsaq, bərabər olar 1-ə. 76. N-nin ilkin qiyməti 6-dır. B-nin son qiyməti soruşur. A1, B1. İndi 1 kiçikdir 6-dan, bəli. Təzə B bərabər olur B ilə A-nın hansına, yəni 1-ə. A-nın edir 2. 2 kiçikdir 6-dan, bəli. O zaman 2-yə vurur. Sonra olur 3. 3 kiçik ehtimaldan bəli 3-ə vurulur. 4. 4 kiçik ehtimaldan bəli 4-ə vurur. 5. 5 kiçik ehtimaldan bəli 5-ə vurur. Olur 6. 6 kiçik ehtimaldan yox. B-nin də son qiyməti olur. Bu 1, 2, 3, 4, 5-in hansı? Yəni 5 faktorial. 120. 77. A5, B4. Hansı ki 5 4-ə bərabərdirmi? Yox. 5 4-dən kiçikdirmi? Yox. 5 4-dən böyükdür? Hə. O zaman bu əməl yerinə yetiriləcək. 5 çıx 4 bərabərdir 1. Alqoritm icrası nəticəsində x dəyişəni 15 qiymətini alır. Buna görə y dəyişənin qiymətini tapın. X-in qiyməti 15 olubsa, burada deməli, nəyin üstə 8 yazsam 15 olar? 7-nin. Aldığım o 7 qiyməti bu sətrin qiymətidir. Nəyin üstünü 3 yazsam 7 eləyər? 4. 4 buranın qiymətidir. Nəyi 2-yə bölsəm 4 eləyər? 8-i. 8 də buranın qiymətidir. Y plus 5, 8 çıxsın, buradan da y alınır. 3. Yekun cavab oldu 3. 79. X 2, Y 4-dürsə, hansı y-in qiyməti neçə olar? A-mız bərabərdir 2-yə. X 2-dir. Sonra x-imiz bərabər olur 4-ə.
Yəni y-in qiyməti 4-dür. İndi təzə y bərabər olur a-ya. A-mızın son qiyməti neçə olub? 2 olub. Deməli y bərabər oldu 2-yə. 80-ci sual. X 7 y 4'tü. Deməli 7 4-dən kiçikdirmi? Xeyr, kiçik deyil, yoxa gələcək. O zaman 7 ilə 4-ün cəmi 11 olacaq. Sonra 81 A4 B4 4 4-dən böyükdürmü? Yox. O zaman 4-dən 4-ün hansını hesablayacaq? 16. 82 A2 B3 C4'dür. Deməli 2 3 4. A B'dən böyükdürmü? 2 3-dən böyükdürmü? Yox. Böyük deyil. O zaman x bərabər olacaq 3-ə. Düşəcək aşağıya. X-imiz 3'dür. 3 böyükdürmü 4'dən? Yox. Bu zaman x bərabər olacaq 4-ə. Qısacası bunu edir, ən böyüyünü tapır. Verilən ədədlər içərisində ən böyüsünü tapdıq 4. 83. S6 M1. Gələcək indi bura. 1 6-dan böyük bərabərdirmi? Yox. Bu zaman M-i 2 var da artıb eləyəcək 3. S-i bərabər eləyəcək 7-yə. İndi 3 7-dən böyük bərabərdirmi? Yox. Gələcək sonra. Bunu M eləyəcək 5. Bunu eləyəcək 8. Yenə ödəməyəcək. Bu 7 olacaq. Bu olacaq 10. Estağfurullah 9. Sonra 7 olacaq 9. Bu olacaq 10. Sonra 9 olacaq 11. Bu S olacaq 11. 11 11-dən böyük bərabərdirmi? Hə. Düşür həyə. Həyə də düşəndə bizə deyir ki, n bərabərdir m ilə s-in hansı? Onda 11 ilə 11-in hansılı nə edir? 121. Bitdi. 84. Dövrlərin sayını soruşur. Dövrlərin sayını soruşanda elə bu neçə dəfə bu şərt ödəndiyini yoxlasan kifayət edir. Yəni, bunun hamısını da hesablamağa ehtiyac yoxdur. 2 5-dən kiçikdirmi? 2 5-dən kiçikdir. Sonra 3 kiçikdirmi? Hə. Çünki 1 artır. 4 kiçikdirmi? Hə. 5 kiçik bərabərdirmi? Hə. Artıq 6-da ödəməyəcək. Dövr demə neçə dəfə getdi? 4 dəfə. Bu qədər son. 85. Y dəyişənin 49 qiymətini alıb. Deməli, sonda y-in qiyməti nədir? 49-dur. X-in də qiyməti y plus 15-dir. Gətir bu x-in yerinə yazsam. Onlar y plus 15 plus y plus 4 bərabərdir 49. 2y 30, y 15. Aldığım 15 buranın qiymətidir. Nədən 9 çıxsa 15 eləyər. O zaman x də bərabər olar 24-ə. Belə. 86. N 10-dur. M 20'dir, S 0'dır. Gəlir indi. N'imiz 10'dur. 10 kiçikdirmi 20-dən? Hə. S bərabər o zaman olur 10. Sonra N'i 3 vardı artırır. Eləyir 13. 13 kiçikdirmi 20-dən? Bəli. Bu dəfə onun üstünə 13 gəlir. Olur 23. Sonra 3 vardı artırır. 16 kiçikdirmidən? Bəli. Bu dəfə 23-ün son 16 gəlir olur. 39. 19 kiçikdir 20-dən? Bəli. Bu dəfə 39-un son 9 gəlir. 58. 22 kiçikdir 20-dən? Xeyr. Dövr burada bitir. Gəlir S-in son qiyməti olur 58-ə. 87. Yenə eyni qaydada A7 B25 S-də 0-dır. 0 100-dən kiçikdirmə hə. S olur 7 ilə 0-ın cəmi, yəni 7. Təzə A bərabər olur 7 ilə B25-in cəmi 32-yə. Gəlir 32 kiçikdirmi 100-dən? Dəstəfələ 7 kiçikdirmi 100-dən? Bəli. O zaman 7-nin üstünə A-nın son qiyməti 32-in gəlir. 7-nin üstünə 32 gəldi. Sonra A-nın B-nin cəmini toplayır yenə. B dəyişməyib. 32. 32 ilə 25-in cəmi necə edəcək? 59. Gələcək. S-in son qiyməti neçə idi? 7 ilə 32-in cəmi 39. 39 kiçikdirmi 100-dən? Bəli. Bu zaman 32-in üstünə, yəni 39-un üstünə 59 da gələcək. Sonra 59 idi 25-i toplayacaq. Bir dəqiqə, burada 25 gələndə 57 eləyir.
57. Hə. Burada onda 57 toplamış olacaq. İndi 57 ilə 25-i toplayanda neçə eləyir? 82. A-nın növbəti qiyməti oldu 82. Gəlir bu cəm neçə eləyəcək? 96. Bu cəm. 96 kiçikdirmi 100-dən? Bəli. Bu dəfə 96-nın üzərinə 82-ni də gələcək. Sonra bunu 25 faidə artıracaq eləyəcək 107. Gələcək 92-nin altı ilə da 82-nin cəmi neçə eləyəcək? 178. 178 kiçikdirmi 100-dən? Yox. Gəlib 178 ilə cavab eləyəcək 87-ci sual. 88. S0N10 yenə eyni qaydadan. Bu dəfə 5-5 artıracaq. Demək S olur 10, N olur 15. 15 kiçikdirmi 30-dan? Bəli. Bu dəfə 15-i toplayacaq. Bu olacaq 20. 20 kiçikdirmi? Bəli. 20-ni toplayacaq. Bu olacaq 25. 25 kiçikdirmi? Bəli. Bu dəfə 25-i toplayacaq. Olacaq 30. 30 kiçikdirmi? Yox. O zaman S-in bu qiyməti cəmi neçə olacaq? Baxaq görək. Bu 30 eləyir. Bu da 40 eləyir. 70. Deməli, S-in qiyməti oldu 70. Gəlir o zaman bu dəfə 70-in üzərinə gəlir N-in son qiyməti. N-in də son qiyməti yenə 30-dur. Bu deyəcək o zaman 100. 89. A 5-dir. S0 B 19-dur. 5 19-dan kiçikdirmi? Hə. O zaman A olacaq 9, B olacaq 18. İndi A-nın həmişə ikincisini toplayacaq. A-mızın son qiyməti nə olub? 9. O zaman 18 eləyəcək. Sonra gələcək. 9 18-dən kiçikdirmi? Hə. Bu dəfə B olacaq, A olacaq 13, B olacaq 17. Gələcək bu dəfə bunun üzərinə 13-ün kimisini gələcək. 26. Gedəcək yenə. 13 17-dən kiçikdirmi? Hə. Bu dəfə A olacaq 17, B olacaq 16. Bu dəfə 17-nin kimisini gələcək. Yəni 34. Axırda 17 16-dan kiçikdirmi? Yox. Gələcək. Hesab bu cəmi hesablayacaq. Bu eləyir neçə? 60, 78. 90-cı suala baxaq. Dövr sayını soruşur. Deməli, burada ən az neçə şərt blokundan istifadə olunar. Deməli, birinci bizim şərtimiz nədir? X böyükdürmü 5-dən? Tutaq ki, hə. Onda gedib bu tərəfi hesablayacaq, yəni bu ifadəni. Tutaq ki, yox. X 5-dən böyük deyil. O zaman sənə şərt verir. X kiçikdirmi 1-dən? Tutaq ki, hə. O zaman gedir onun qabağından hesablayır. İndi üçüncü şərtimizə baxaq burada. X bizə deyir 5 ilə 1-in arasındadırmı? Biz bunu yoxlamalıyıq. Niyə? Çünki 1 şərti qalıb. Hə, gedib hesablayacaq. Digər halda isə artıq məsələn 5 daxildir. 5-dən böyük olanlar var, 1-dən kiçik olanlar var, 5 və 1 arası var, amma 1-in özünü görmürəm. Burada bərabərlik yoxdur. Deməli, onda bizə ekrana çıxartmadı. X bərabərdir 1. Yəni, bunun sonuncu hal üçün xüsusi olaraq şərt qurmağa ehtiyac yoxdur. O zaman şərt blokunun sayı neçə oldu? 3 dənə. Və bunun qısa yolu da ki, belədir ki, burada olan ədədlərdən ədəd oxunda yazırıq. 1-i, 5-i. Və 5 də daxildir. Amma 1 daxil deyil. Burada verilən şərtləri bir vayda artırırıq. Sıxırıq buradakı qaralanan nöqtənin sayını. Bu da olur 3 elə. Deməli, ya bu format tapırıq, ya bu format. Yekunda oldu 3. 91-də də eyni qaydada. Baxıb görürük ki, 1 də var. Bu dəfə 10 da var. Verilən şərt sayı 3-dür. 3-ü bir vayda artırıb çıxırıq qaralananların sayını. Bu da eləyəcək 2. 2 dəfə şərt qurulacaq. Yəni, belə də baxın, əgər x 10-dan böyükdür, yəni ondan böyüdürsə 1, 1-dən kiçikdirsə 2 və 10 ilə 1 arasındadır da, deməli, bunların heç biri deyilsə, avtomatik 1 də 10-da daxildir deyə burada 2 dənə şərt kifayət edir. 92. Dövrlərin sayını yenə soruşur. Baxaq, i 10-dan başlayır, gəlir 43-də. Dövr harada gedir bizdə? Dövr ancaq burada gedir. Bunun fərqi yoxdur. Ya buradan gəlir, ya buradan gəlir. İstənilən halda bu dövr edir. Deməli, bizim i-miz başlayır 10-da. Axırıncı dəfə bu dövr nə vaxt işləyəcək? İndi i-yə baxıram 2 artır. 2 artırsa, deməli, bu oncuq cüt ədədlərlə işləyəcək. Yəni, i 44 olanda dövrə girməyəcək.
Amma 42 olanda dövrə girəcək. Deməli 10 ilə 42 arasında neçə dənə cüt ədəd varsa onu tapmalıyam. O zaman 42-dən 10-u çıxıb 2-yə bölüb üstünə 1 gəlirik. Bu deyir neçə? 16 üstü gəl 1, 17. Deməli dövr 17 dəfə davam edir. Bir təkrar bunun hamısını hesablamağa ehtiyac yoxdur. Burada görünə boyda ədədlər alınır. Axırda beyində hətta bir 128-i də vurursan. Yəni hər bir misalın qısa yolu olur. Burada da eyni şəkildə ümumi dövrlərin sayını soruşur. Burada bir dəfə i-yə görə baxacağıq, bir dəfə də y-yə görə. İndi baxaq, i-miz 7-dir. İndi 3-3 artırmaqla 50-yə qədər. İndi baxaq görək. 50 ilə 7-dən 50-yə qədər nə ola bilər? Yəni 300 artırmaqla 7 ola bilər, 10 ola bilər, 13, 16, 19, 22, 25, 28, 31, 34, 37, 40, 43, 46, 49. Bunlar bu dövrün içərisində olacaq. Növbəti 52-də dövr ödəməyəcək, dövrdən çıxacaq. Ona görə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 dənə dövr buradadır. Eyni qaydada şey üçün 2-dən 30-a kimi 4 artanlar. İndi baxaq görək burada nə ola bilər. Deməli 2 ola bilər, 6 ola bilər, 10 ola bilər. 14, 18, 22, 26, indi 30-un özü daxildir. Deməli 30-un özü də ödəyəcək. Əlbəttə 34 isə dövrdən çıxacaq. Ona görə 34-ü götürə bilmərik. Burada neçə dövr oldu? 3, 3, 2, 8 dənə. 18-i burada alındı. 18 idi yoxsa 15 idi bu? 15-i. 15, 8 toplam 23 dəfə dövrə daxil olar. 94. Yine eyni qaydadır. Baxırıq i 11-dən artıb 4 artır. 37-yə qədər. Deməli 11, 15, 19, 23, 27, 31, 35, növbəti 39. 39 dövr açdığına görə ola bilməz. Deməli 7 dənə dövr buradadır. Bu isə 5-5 artır. Deməli 20, 25, 30, 35, 40. Növbəti 45 dövr açdığına görə olmaz şərti. O zaman 5 dənə də buradadır. Toplam eləcək 12 dövr. 95. 37 və 98. 37 böyükdürmü 98-dən? Yox, böyük deyil. Gəlir yoxa. O zaman C bərabər olur. B bölü 98-i 3-ə bölsək neçə dəfə düşür? 32 dəfə. D bərabərdir A vur 2. Bu deyir 74. Gəlir C ilə D-nin cəmini tapır. Bu deyir 106. Bu dəfə 106-nı A dəyişməyib baxın. 37-yə bölməsən A-nı qalğı hesablayır. Bu da gecə neçə ilə 2 dəfə düşür 74, qalıq 32. Deməli qalıq olacaq elə 32. Qoy bir də baxaq. 37 böyükdürmü 98-dən? Xeyr. Aha, B bərabər C bərabər olur. B böl 3. B-ni 3-ə bölsək tam hissə 32 dəfə düşür. Düzdür. D olur. Hə, düzdür. Problem yoxdur. Sonra 96. Bir A mənfi alınması üçün. Deməli, A-nın son qiyməti mənfi 14 olmalıdır. B-nin qiyməti isə 28. O zaman A çıxılsın 28, yəni B-nin son qiyməti 28-i gətirib buraya yazıram. Bərabərdir mənfi 14. O zaman A nəyə bərabər olur? 14-ə. Deməli, A-nın özündən yuxarı 2 yerdə qiyməti burada. A-nın qiyməti 14 olur. İndi B-nin 28 olması isə buradan alınır. O zaman A-nı, yəni 14-ü nəyə vursam 28 eləyər. 2-yə. O zaman böyle çıxır ki, B burada nə imiş? 0 imiş. O zaman B 0'dırsa, axı burada düzgün gəlmir. Natural deyir şərtdə, cavab natural
Ha, burada B-nin 4-ə bölünməsini nəzərə almamışıq. Bir dəqiqə, bir dəqiqə. B 28 buradadır. Nəyi 4'ə bölsəm 28 alınır. Onu nəzərə almalıyam. O zaman B bərabər olur neçəyə? 112'yə. Deməli, B bölü 4 28-dirsə, B alınır 112. Mənim bu aldığım 112 buradakı B-dir. Yəni, mən bunu 112'yə bərabər eləməliyəm. 112'yə bərabər eləsək, indi 14 ilə 112 ixtisar edir, neçə qalır? 8. Yəni B plus 2 bərabər 8'ə. O zaman B də bərabər olur 6'ya. Demək B'nin qiyməti 6 imiş. İndi A ilə B'nin də fərqini soruşur. 14'dən də 6 çıxsaq bərabər olur 8'ə. Sonra baxaq görək. C-nin ala biləcəyi ən böyük qiyməti soruşur. C də deməli A ədədin 8-ə bölündə alına biləcəyi ən böyük aralıq nə ola bilər? 7. B-nin 12'ə bölündə alına bilən ən böyük aralıq nə ola bilər? 11. 7 ilə 11'in cəmi neçə eləyər? 18. 98. Deməli, 98-ci sualda nə deyir? Belə bir şey. Əslində bu çox çətin sual oxşar, amma çox rahatdır. Deməli, R 1-dən başlayır. Burada buna diqqət etməliyik. Bir də burada verilən ədədlər hamısı bir də burada daxil olan ədəddir. Gətirib burada müqayisə etməliyik. Dövrün işi budur. C-nin 10 olması burada 10 dənə ədədin olması deməkdir. İndi 10 dənə müxtəlif ədədin hansı bu aralıqda yerləşirsə onu toplayır. Yəni toplayır deyə də sayır. İndi baxaq. İndi bizim ədədimiz ki, hər birinin 24,90 və 25,10 yaza bilərik. Vergiden sonrakıların sayını bərabərləşdirsək. Biz indi bunları müqayisə eləsək, 24,88 bu şərti ödəmir. Yəni bundan böyük deyil, bundan da kiçik. Bu getdi. 25,1 ödəyir. 24,98 ödəyir. 25'in özü ödəyir. %5 ödəyir. Bu da ödəyir. Bu da ödəyir. Bu da ödəyir. Yəni 25'dən %19'dur bu ödəmir. 25'dən 107 ödəyir. Deməli neçəsi ödədi? 1, 2, 3, 4, 5, 6, 7, 8 ödədi. İndi 1'in üzərinə 8 gələcək. 8 dəfə 1 gələcək. Bu derəcə necə? 9. Belə bir rahat sual. 99. X 55, Y 75. Bərabərdirmi? Yox. Düşür aşağıya. 55 75'ten böyükdürmü? Yox. Yox. O zaman Y bərabər olur fərqə. 55 ilə 75'in fərqi neçə edir? 20. Gəlir burayla yenə təkrar dövrə qalxır. 55 20'ye bərabərdirmi? Yox. Bu böyükdürmü? Hə. Bu zaman 35 ilə 20'nin fərqi nə olur? 55 ilə 20'nin fərqi 35. Yenə dövr gəlir. 35 bərabər deyilmi? Yox. Bu dəfə yenə 35 20'dən böyükdür. Fərq olur 15. 15 20'ye bərabərdirmi? Yox. Gəlir. 15 20'dən kiçikdir. Ona görə Y bərabər olur 5'ə. İndi Y 5 olanda gəlir təkrar. 15 5'ə bərabərdirmi? Yox. Bu dəfə X olur 10. Y 5 buradadır. Ha. İndi 15'ə bərabərdirmi? Yox. Bu dəfə 10 ilə 5'in fərqi yenə 5 olur burada. 5 5'ə bərabərdirmi? Hə. Dövrdən çıxır, gəlir. X-in də qiyməti nə olur solda? 5. Qısacası bu kod əbobu tapır. Yəni 75 ilə 55 nəyə qədər əbobu nə edir? 5. 100. A 45 B1'dir. 45 böyükdürmü birdən? Hə. A-nı bir vayda azaldırır. 44 B-ni eləyir 2. Bu o vaxta qədər gedir ki, bir dənə diqqətlə baxsaq 45 ilə 1-in fərqi nə qədərdir? 44. Sonra oldu 42. Demək bu fərq 2 azalır. Nə vaxtsa bu fərq yəni cüt azaldığına görə 0-a bərabər olacaq. İndi A-nın qiymətini soruşur. İndi bu ədədlərin cəmi dəyişirmi? Yox. 45 1, 44 2, sonra olacaq 42, daha doğrusu 43, 3, sonra 42, 4. Onda belə çıxır ki, bunların nə vaxtsa bərabərləşəcək. O bərabərləşmə də bunların ədədi ortasıdır. 45 ilə 1 böl 2. Bu deyir 23. Həqiqətən 23 ilə 23'ün cəmi 26 eləyir. Ədədlər də bir-birinə bərabər olur. Deməli, A ədədi neçə olarmış? 23.
Elə bil ki, biri 19 dəfə, 22 dəfə biri bir-bir azalır, biri də 22 dəfə bir-bir artır. 101. A 1'dir, B 101'dir. 1 kiçikdir mi 101'dən? Hə. A-nı 2'yə vurur. Olur 2. 2 kiçikdir mi 101'dən? Hə. Olur 4. Yenə kiçikdir 101'dən. 8. Yenə kiçikdir 101'dən. Kısacası bu 2'nin qüvvətləri 64 kiçikdir 101'dən, amma növbəti 128 101'dən kiçik deyil. Dövrdən çıxacaq və B A-nın son qiymətinə bərabər olacaq. 128. 102. A 0 B 27'dir. 0'ın modulu 27'dən kiçikdirmi? Hə. Gələcək mənfi 2 olacaq. Qısacası modulu nə vaxtsa 27-ni aşanda bərabər olub və yaxud aşanda dayanacaq. Bunu təbii ki 2 azaldığına görə modul olacaq 2, 4, 6. Sonra gedəcək 26 kiçikdir 27-dən. Hə, növbəti olacaq mənfi 28. Bu da modul 28. 27-dən kiçikdirmi? Yox. B də bərabər olacaq 28-ə modul A-ya. Yəni bitdi. Bu qədər asan. Hamısını aparmağa ehtiyac yoxdur. A5 B1 mənfi 5 B1'dir. Deməli mənfi 5 1 yazsaq. Təzə A bərabər olur mənfi 4A. Bizdən şərtin neçə dəfə yoxlandığını soruşur. Şərt burada bir dəfə yoxlandı. Mənfi 4 olanda. Sonra gələcək. Yenə mənfi 3. Mənfi 3 böyükdür 0-dan? Yox. İkinci dəfə yoxlandı. Sonra mənfi 2. Mənfi 2 böyükdürmü? Yox. Mənfi 1 olacaq. Mənfi 1 böyükdürmü? Yox. Olacaq sonra 0. 0 böyükdürmü? Yox. Bu olacaq 1. 1 böyükdürmü 0-dan? Hə. Uzun aşağı düşəcək. 1'i çap edəcək. Neçə dəfə yoxlandı? 1, 2, 3, 4, 5, 6. Deməli 6 dəfə şərt bloku yoxlandı. Dövr isə neçə dəfə getdi? Dövr də elə burada. 6 dəfə gedib deyəsən. Mənfi 5 1 idi. Hə, bu. Çünki burada birinci əməl olur, sonra yoxlayır. Hı -hı. Hə, bu da belə. 103. 104'e baxaq. A 5'dir, B 1'dir. 5 böyükdür 8-dən? Yox. A 8-də bərabərdir, 5 8-də bərabərdirmi? Yox. Bu zaman A-nı vurur 2'yə. A-nı 2'yə vursam nə olacaq? 10. B-ni eləyəcək 6. Gələcək böyükdürmü? Yox. Bu dəfə 2'yə vuracaq. Yenə bərabərdirmi? Yox. Eləyəcək 80. 20 daha doğrusu bu olacaq 7. Sonra yenə tac 80 olana qədər gedəcək. Demək 40 bu olacaq 8. Bu olacaq 80 burada. Olacaq 9. Gələcək 88-dən böyükdürmü? Yox. 88-ə bərabərdirmi? Hə. B-nin son qiyməti 9. Bitdi. 105. Bir, bunun əvvəl axırı hardadır? Belə bir sualdır. 105'də B-nin qiymətini soruşur. A 5'dir, B 2'dir. Gələcək bura. A olacaq 7, B olacaq 5. 7 5'dən böyükdürmü? 7 bir dəqiqə. A-nı 2 vayda artır edirik. 7, B-ni 3 vayda artır 5. 7 5'dən böyükdürmü? Hə. Bu dəfə A-nı 4 vayda artıracaq. 11. B-ni 6 vayda artıracaq. 11. 11 11'dən böyükdürmü? Böyük deyil. Ona görə B-ni çap edəcək. 11 çox maraqlı sual. Bir dəqiqə. Bir də baxaq. 5, 7 olur. Bu qədər tez bitməz bu. 2, 3 gəlir 5. 7 5'dən böyükdürmü? Ha, bir dəqiqə bu həyə gedir axı burada. Deyirəm də nəsə problem var. Ha, burada 7 5'dən böyükdürmü? Hə. Olur 9. Bu olur 8. 9 8'dən böyükdürmü? Hə. Bu olur 11. Bu olur 11. 11 11'dən böyükdürmü? Yox. Bu zaman 11'i 4 vayda artırır 15. B'ni də 6 vayda artırır. Edir 17. İndi 15 17'den böyükdürmü? 15 17'den böyük değil. Yəni yox. Bu zaman cavab olur 17. 110 106.
x2 y4 z2. İndi baxaq. X y-dən kiçikdirmi? 2 4-dən kiçikdirmi? Hə. İndi z x-dən kiçikdirmi? 2 2-dən kiçikdirmi? Yox. Təzə z bərabər c bərabər olur. 2-ni bölür, y-i bölür z-ə. 4 bölü 2 üstəgəl 2. Bu edir 4. Bitdi. Yəni bu qədər asan. Bu qədər mənə baxmağa lüzum yox. 107. Algoritm blok sisteminə əsasən S dəyişəni çapa verilən qiyməti 25-dir. Dövr 5 dəfədir alınarsa, n-in ilkin qiymətini tapalım. Deməli, t bərabər olub yenə. T böyükdür 2-dən. Deməli, dövrdən deməli, hər dəfə t bir dəfə azalıb və t-ni də hər dəfə toplayıb və t 2-dən ancaq böyük olanda işləyib. Deməli, t 2-yə bərabər olanı dövrdən çıxıb. Deməli, bunun dövrdən çıxanda t-sinin qiyməti olub 2. Dövrdən çıxanda. Deməli, bu 5 dəfə də dövr gedir. T nə vaxt bu dövr ödəyəndə işləyib də. Yəni T 3 olanda, 4 olanda, 5, 6, 7. 5 dəfə. Bu işləyib. Və hər dəfə də bunları toplayıb. Bunların cəmicidir həqiqətən 25. 25-ə çap edib. İndi dövrdən əvvəl T-nin son qiyməti nə olub? 7. Bu 7 nəyi bildirir? E-ni bildirir. Üst olun. Bu qədər asan. 108. X4 Y10. Deməli, 10 kiçik bərabərdirmi? Hə. 14 ondan kiçik bərabərdirmi? Hə. X 4 kiçik bərabərdirmi ondan? 4 ondan kiçikdir. Hə. Gəlir. Birin bir vayda artırır, birin bir vayda azalır. Bu 5 olur, bu olur 9. Yenə dövr gəlir. 9 kiçikdirmi ondan? Hə. 5 kiçikdirmi? Hə. Bu olur 6, bu olur 8. Növbəti yenə. Bu olur 7, bu olur 7. 7 7-dən kiçik bərabərdirmi? Hə. Bu olur 8, bu olur 6. Gəlir. 6 kiçikdirmi ondan? Hə. Y-in də son qiyməti olacaq 6. Bir dəqiqə baxaq burada. 6 olmayacaq. 8 6. 8 6-dan kiçikdirmi? Yox. X edir 2. Y edir 12. 12 oy. 12 ondan. 12 ondan kiçikdirmi? Yox. Kiçik deyil. Ona görə də Y-in son qiyməti olur 12. 109. A-nın ilkin qiyməti 22-yə bərabərdir. Dövrün gövdəsinin 7 dəfə icra olunması üçün B-nin ilkin qiyməti ən az neçə ola bilər? Deməli, A 22-dir, heç vaxt dəyişmir. 22 böyükdür B-dən. Gəlir, hə, 7 dəfə bu hərəyə gedib ki, bunu 2 vayda artırıb. Deməli, sonra 22 böyükdür B plus 2-dən. Sonra 22 böyükdür B plus 4-dən. 22 böyükdür B plus 6-dan. Artıq 4 dəfə gedib. 22 böyükdür B plus 8-dən və 22 böyükdür B plus 10-dan. Deməli, 1, 2, 3, 4, 5, 6 dəfə getdi dövr. 22 böyükdür B plus 12-dən. Dövr 7 dəfə gedib. Ona görə burada belə çıxır ki, B ondan nədir? Kiçik olur. İndi B-nin ilkin qiyməti ən az neçə olmalıdır? B-nin də ilkin qiyməti. Deməli, bu burada bu bərabər olduğu müddətdə dövr işləyib. Bərabər olmayanda isə dövrdən çıxıb. Onda belə çıxır ki, B qiyməti başlanğıc olaraq 10 olmalıdır ki, bu dövrdən çıxsın. Baxaq görək hardasa yanlışlıq eləməmişik ki. Burada 7 dəfə icra olunsun. 1, 2, 3, 4, 5, 6, 7. 22 böyük olub B-dən. Hə, B-ni 2 vayda artırıb. Biz burada bir dəqiqə. Bir dəqiqə. Burada işarəti 7 dəfə yoxladı. 8 dəfə yoxladıq. Bizim burada yazdıqlarımız
şərtin yoxlanmasıdır. Bura qədər yazdığımız şərtin yoxlanmasıdır. Deməli, bu şərti 8 dəfə yoxlayır, amma dövr 7 dəfə gedir. Ona görə biz şərti bir dəfə də yoxlamalıyıq. Olmalıdır 22 böyükdür B plus 14. O zaman B də kiçikdir 8-dən. Deməli, axırıncı şərt ödəməyib. 8-dən kiçik olmayıb. 8-dən kiçik olmayıbsa, deməli, B nə olub? Həmişə 8-dən böyük bərabər. Deməli, bizə nə lazımdır? Ən az neçə lazımdır? Ona görə 109-da dolar cavab neçə? 8. 110-cu. Sual maraqlı idi. 8. 110. Yenə eyni qaydada tərs sualdır. N-in çapa verilməsi üçün 232 olmalıdır. Yox, daha doğrusu N dəyişənin çapa verəcəyi qiyməti 232 də N-in ilkin qiymətini soruşur. İlkini soruşur. İndi baxaq. A-mız başlayıb 3-dən 164-dən kiçik olduqca bu dövr gedib və A-nı da hər dəfə 16 dəfə artırıb. İndi ən azından 163 ilə belə deyək də, bu dövr neçə dəfə gedib onu tapa bilərik. İndi baxaq görək. 163-dən bu onsuz 16 artırsa, bunun 164-ə yaxın ən axırıncı qiyməti nə olar? 10 dəfə 16 gedir üstünə 160, 163 olar. 163 kiçikdir 164-dən. Hə. Deməli 11 dəfə dövr gedəcək. A-nın 3 qiyməti, yəni bu dövr 2 dəfə nə vaxt pozulacaq? 3 üstəgəl 11 vur 16 qiymətində 179-da. Yəni 179 kiçikdir 164-dən. Yox deyib dövrdən çıxacaq. Hardan bildim? Bunun qısa yol vardı. Yəni 16 da 16 artırsa hər dəfə 160-a da yaxın 10 dəfə gedib ən azı dövr. Yəni 163 olanda ödəyib. 10-cu da ödəyib. 10-cu da. Növbəti 11-ci dövrdür. 10-cunu ödəyib, dövr gedib, 11-ci şərt artıq ödəməyib. Yəni qısacası dövr bunun içərisi 10 dəfə gedib. 10 dəfə gedibsə də hər dəfə də 11 dəfə daha doğrusu. Hər dəfə 8 vahid azaldıb. Yəni onda belə çıxır ki, eni 8 vahid azaldıb daha doğrusu. 11 dəfə 8 vahid azaldıb. Yəni bu da bərabərdir 232-yə. O zaman 232-nin üstünə 88 gəlsək, eləyər neçə? 320. Belə bir tərs sualdır. Maraqlıdır. Yenə n üçün 150 daxil olunursa. A 50-dir. A ilə 150-nin cəmi eləyir? 200. 200 kiçikdirmi? Hə. Bu dəfə A-nı 15 vaid artırır. A-nı soruşur bizdən. A-nı 15 vaid artırsa, eləyəcək neçə? 65. Bunda 10 vahid azaldır. 140. Bunların cəmi neçədir bu dəfə? 205. İkisi bərabərdirmi? İndi baxaq görək. Onda belə çıxır ki, bu fərq həmişə neçə azalacaq? 5-5 azalacaq. Əvvəlki cəm 200 olub. Nə vaxt pozulacaq? 255-də pozulacaq. 255-ə getmək üçün neçə dəfə dövr getməlidir? 11 dəfə. İndi 11 dəfə dövr gedibsə, 11 dəfə dövr gedibsə, hər dəfə ana nə qədər artırıb? 15 vaid. O zaman A bərabər olur 50 plus 15 vurulsun 11. Bu dedi neçə? 50 plus 165. Bu dedi 215. Və bu da 111-ci sual. 112. Son qiymətinin yenə A-nın son qiyməti 32 olacaqsa, N-ə daxil ola biləcək ən kiçik qiyməti tapın. İndi baxaq görək. A 2-dir. N indi həmişə 100-dən kiçik bərabər olub. A-nı 15-15 artırıb. İndi baxaq hə. Deməli, A-mız 2 olanda N kiçik olub 100-dən. Sonra gəlib. A-nı 15 vaid artırıb elib 17. N-ə də 7 vaid edib N plus 7. Bu yenə kiçik olub 100-dən. Kiçik bərabər. Sonra A-nı elib 32. Kiçik bərabər oldu ona görə. Bu olub N plus 14. Yenə kiçik bərabərdir 100-dən. Baxaq görək, indi kiçik bərabərdirmi? İndi baxaq. Bu belə deyək də. 1
Burada hı hı, ən kiçik natural qiymət rəqəmlər cəmi soruşur. İndi baxaq görək. Onda belə çıxır ki, 14 vahid, yəni burada belə deyək də, n plus 14 100-dən kiçik bərabər olsaydı, dövr gedərdi. Deməli, bərabər olmayıb. Onda belə çıxır ki, n plus 14 nə olub? 100-dən böyük olub. Onda belə çıxır ki, n də böyükdür nədən? 86-dan. İndi 86-dan böyük ən kiçik natural ədəd neçədir? 87. İndi bu 87-nin rəqəmləri cəmi neçə edir? 15. Bu qədər, belə deyək, qısa yolla tapdıq. 113. Yenə n dəyişən 243 qiyməti çap olunub. Ən sonda n olub 243. İndi bizə nəyə soruşur ki, burada yazaq? A dəyişəni daxil edə biləcək ən böyük qiymətini tapın. İndi baxaq. Deməli, buraları təmizləyək də burada yazaq. Dəqiqə. Hı -hı. Deməli, M1-də, S1-də A-nı bilmirəm. İndi A S-dən kiçik olub hər dəfə 1-dən. Sonra S-i vurub 2-yə. S-in qiyməti olub 2. A-nı 3 vahid azaldı. Olub A çıxı 3. E-ni vurub 3-ə. Olub 3. Deməli, bu dövr neçə dəfə gedib? Baxaq. Olub 1-i vurub S-ə, 3-ə olub 3. Sonra 9, 27, 81, 243. Deməli, bu şərt pozulanda 243-ü çap edib. Bu dövr onda belə çıxır ki, 5 dəfə gedib. Baxa, A1-dən başlayıb da, hə. 1 olanda işləyib, 243 olanda artıq işləməyib. 243 sonra çıxardıb. 5 dəfə dövr gedib. 5 dəfə də isə 2-yə vurub. Yəni onda 2 vur, növbət olub 4, 8, 16, 32. Bu da hər dəfə 5 vaid azaldıb. Onda belə olub ki, A çıx 6, A çıx 9, A çıx 12, A çıx 15. Və hər dəfə bu şəkil kiçik olanda ödəyib, yoxa düşüb. Deməli, bu ən azından nə vaxt, belə deyək, ödənməzdir, bərabər olanda. Ona görə indi nəyə soruşur burada? A dəyişən daxil edəcək ən böyük qiymətin. Onda belə çıxır ki, bu şərt nə vaxt? Yəni, belə deyək də, bu həmişə bu formada gəlib. Bu formada. Amma burada bu formada olub. O zaman A böyük olub nədən? Bir dəqiqə. Burada. A böyük olub onda. Hı -hı. Dövrün sayına baxaq burada. Yox, bu işarəmiz niyə dəyişdi ki? Bu işarə dəyişməyəcək. Yəni, dövrün sayında ola bilsin ki, haradasa əskiliyimiz var. Baxaq, A 1 olanda. Daha doğrusu A1 olanda yox. S1 olan, N1 olanda. Yəni 1-ə vuranda. 1, 2, 3, 4, 5, 6. Dövr 6 dəfə ki, bunun içərisi 6 dəfə gedir də. Baxaq görək. A1. Bunu bir-bir yazaq. Çünki bunu formada nəyisə itirə bilərik. Baxaq. Görək. Bir-bir qıraqda yazaq. Çünki burada dəyişənlər çoxdur deyə yadda saxlamaq biraz çətindir. A 1-dən kiçik olub. Yəni, yox. Daha doğrusu burada yox verib. Yoxa fikir verməmişik. Hə, mən hə kimi götürmüşəm. A 1-dən kiçikdirmi? Yox olub. Düşüb aşağıya. S olub 2. A olub A çıxı 3. N də burada 1 idisə, artıq olub neçə? Bu şərt ödənəndə ən axırda. N olub 3.
Yəni bu şərtin sonunda. Sonra bu şərtin sonunda n olub 9. Sonra a çıxı 6 kiçikdir 4-dən. Yox, düşüb. N olub 27. Sonra a çıxı 9 kiçikdir 8-dən. N olub 81. Sonra a çıxı 12 kiçikdir 16-dan. N olub 243. Burada. N olub 243. Gəlib burada isə harada sinəsə səhv getdi deyəsən. M1, S1 bir-birdən kiçikdirmi? Yox. Deməli, yox deyirsə, işarəni dəyişə görək. Yoxları nəzərə alaq. Deməli, A 1-dən böyük olub. Sonra A çıxı 3 2-dən böyük olub. A çıxı 6 4-dən böyük olub. A çıxı 9 8-dən böyük olub. Bu da 16-dan böyük olub. Böyük olduğuna görə düşüb aşağıya. Hı -hı. Sonra bu olub A çıxı 15. Bu da olub 32. İndi onda belə çıxır ki, A böyük olub 47-dən. Yox, düz gəlmir. Nəsə problemi var burada. Qopun başdan bir də aparaq. Öz üzərində yazaq. Onda yəqin ki, alınacaq. Deməli, A-mız bilmirik. A kiçikdirmi birdən? Baxaq görək. A kiçikdirmi birdən? Yox olub, düşüb aşağıya. S olub 2. A olub, bu dəfə A çıxı 3. N olub 3. Gəlib. A çıxı 3 kiçikdirmi 2-dən? İndi yox olub. Düşüb bu olub 4. Bu olub A çıxı 6. Daha sonra bu olub 9. Gəlib. A çıxı 6 kiçikdirmi 4-dən? Yox olub. Düşüb olub bu 8 olub. Bu olub A çıxı 9. Bu olub 27. Gəlib. Bu dəfə yenə A çıxılsın 9 kiçikdirmi? A çıxılsın 9 kiçikdirmi? 8 olub. Yoxa düşüb. Yoxa düşəndə bu olub 16. Bu olub A çıxı 12. Bu olub 81. Gəlib. A çıxı 12 kiçikdirmi? 8. 16. Sonra bu olub 32. Bu olub A çıxılsın 12. A çıx 15. Bu olub 243. Gəlib. A çıxılsın 15 kiçikdirmi 32? Yox. Bu dəfə hə, yoxa düşməyib. Hə olub. Deməli A çıxılsın 15 kiçik olub 32-dən. Onda da kiçik olub 47-dən. 47-dən kiçik A-nın ən böyük qiyməti nə ola bilər? 46. Əslində bir bura qədər gəlmişdik başlanğıcda. Sadəcə oradan işarəni dəyişdirməmiz yəqin ki, bizə problem yaratdı. Bu formada beyin də yorulub, ona görə son misallarda biraz e, düşünmək çətinləşir. Suallarımızı da yəqin ki, onsuz sona yaxınlaşır. 114. A dəyişəninin daxil edilən ixtiyari natural qiymətləri üçün neçə dəfə şərt blok qurulur? Deməli, burada bir dəfə şərt blok qurarıq ki, A 15-dən böyük bərabərdirmi? Tutaq ki, hə, böyük bərabərdir. Tutaq, onda 2 A hesabla. Böyük bərabər deyilsə nə olur? Onsa bizə şərtdə deyir ki, burada natural qiymətlər. İndi 15-dən böyük bərabər deyilsə, demək kiçik deyil. Kiçik də nə ola bilər? 14 ola bilər. Mənə şərt verir. A 14-ə bərabərdirmi? Tutaq ki, hə. İndi gəldik növbətiyə. İndi əgər 14 deyilsə və natural ədəddirsə, deməli bu 15-dən böyük deyil, 14 deyil, avtomatik 14-dən kiçik olacaq. 1-dən 13-ə qədər. Yəni ondan ötürü artıq burada da şərt blok qurmağa lüzum yoxdur. Çünki istənilən halda bunu axırıncı varianta qalır. Yəni bundan başqa variant yoxdur. Onun üçün burada A çıxılsın 10-u hesablayacaq. Deməli burada 2 dənəsini qurduq. İndi hər birində də bunların S-in qiymətidir da. S-i burada hesablayır.
Gəlir indi bu tərəfdə hər dəfə S üçünsə bunu yoxlamalıdır. Bunda isə S böyük bərabərdir sıfırdan. Tutaq ki, hə, onda S çap elə. Daha S-in sıfırdan kiçik şərti üçün şərt blok qurmağa ehtiyac yoxdur. Əgər bir ədəd sıfırdan böyük bərabər deyilsə, avtomatik mənfidir. Onda mənfi hesab edir. Onda bir dənə bu şərt blok burada qurulur. İkisi də burada qurulur. Ümumi olaraq 3 dənə. Bu da belə. Deməli deyir ki, n 100 olaraq. İndi bu sualda çap olunub. M çıxılsın n 100'dür. Və n-in də yerinə gətirib bunu qoymalıyıq. Biz buna görə bunu hesablasaq kənarda n bölü 4 çıxılsın n bölü 2. Bunu da ortağa gətirsəm, eləyər mənfi n bölü 4. Ortağımızda gətirsəm, gətirib n-in yerinə bu ifadəni yazsam, olacaq n üstə gəl n bölü 4 bərabərdir 100-ə. Burada m alınır neçə? 80. M 80'dirsə aldığım 80 bu 80'dir. Nəyini sumunu düşərsəm 80 eləyər? Təbii ki 67'nin. Deməli burada üçün cavab oldu 67. 116-cı sual. Davam eləyək. A 2'dir, B 3'dür, I 5'dir. 5 16'dan kiçik bərabərdirmi? Hə. I-nin növbəti qiyməti olur neçə? 9. A bərabər olur. A plus B plus I-yə. A ilə B 2, 2-nin 3-cü cəmi 5, 5-in 9-cu cəmi 14. Gəldi. İyini yenə 9 kiçikdir 16-dan, bəli. Bu da olur 13. Bu dəfə A-nın üstünə yenə B-ni gəlir. Olur 17. Üstünə 13 gəlir. İyinin son qiymət 40. Yəni 14 plus 3 plus 13. 30 daha doğrusu. Daha sonra gəlir yenə 13 kiçikdir 16-dan. Hə. Bu dəfə iynə edir 17. Bu dəfə A-nın, yəni 30'un üzərinə 3, sonra 17-nə gəlir. Bu deyir neçə? 50. 50. Sonra gəlir 20 kiçikdirmi? Hə, burada iynə artırdıq mı? 17, hə. 17 kiçikdir 16-dan yox. Düşür bura. 17 böyükdür 16-dan, hə. Bu dəfə i bərabər olur i çıx 5-ə. 17-dən 5 çıxır olur 12. Təzə b bərabər olur a çıx i. A-mız 50-dir. 50-dən çıxır 12-nə. Eləyir 38. Sonra b-ni 3 fayda azaldır. Eləyir 35. Gəlir. İ'miz 12-dir. 12 böyükdür 6-dan. Hə. Bu dəfə də 7. Bu dəfə təzə b bərabər olur a çıx i. 50-dən 7 çıxsaq yenə. Eləyir 43. Sonra 3 fayda azaldır. 40. Yəni 7 böyükdür 6-dan. Hə. Gəlir i-ni eləyir 2. Sonra təzə b bərabər olur. A çıx i. 50 çıxılsın i. 48. Sonra 3 fayda azaldır. 45. Gəlir 2 kiçik ihtimaldan yox. Təzə d bərabər olur. A ilə b-nin cəmi böl 5. A-mız 50, b-miz 45. Böl 5. 95'i də 5'ə bölsək neçə dəfə düşər? 19 dəfə. Keçək növbəti suala. 117. Deməli, m dəyişəni üçün ardıcıl bu qiymətlər daxil olunur və çapa verəcək qiyməti tapın. N'imiz neçədir? 5'dir. 5 sıfırdan fərqlidirmi? Hə. 16'nı daxil eləyir. 16'nı toplayır. 16 sıfırdan fərqlidirmi? Hə. 1. Bunu edir 4. 4 sıfırdan fərqlidirmi? Hə. Bu dəfə 8'i daxil eləyir. Toplayır eləyir 24. 8 sıfırdan fərqlidirmi? Hə. Eləyir 2. Bu olur 3. Növbəti 3 sıfırdan fərqlidirmi? Hə. Bu dəfə 6'nı daxil eləyir. Sonra 6'nı toplayır eləyir 30. 6 sıfırdan fərqlidirmi? Hə. K olur 3. Bu olur 2. Növbəti dəfə 2 sıfırdan fərqlidirmi? Hə. 10'u daxil eləyir. Sonra 10 toplayır eləyir 40. 10 sıfırdan fərqlidirmi? Hə. K olur 4. Bu olur 1. 1 sıfırdan fərqlidirmi? Hə. Bu dəfə 0'ı daxil eləyir. 0'ı toplayır yenə 40. Bitti artıq. 0 0 fərqli yox. Gəlir bunu eləyir 0. Gəlir 0 0 fərqlidəndirmi? Yox.
Axırda S bu K. S'imiz 40, K'mız 4. 40-ı da 4-ə bölsək, yekun cavab olur 10. Belə bir maraqlı sual idi. 118. S dəyişən 64 qiyməti çapa bildik. Yəni sonda 64 olur. N dəyişən daxil edəcək ən kiçik qiymətin tapın. Baxaq görək burada indi. Deməli, S 1-dən başlayır. 1, 4, 16, 64. Deməli, dövr 4 dəfə gedir. Artıq 5-ci şərt ödəmir. Onda belə çıxır ki, S1 olanda eni bilmirəm. En kiçik olub 100-dən. Sonra S olub 4. Sonra N olub 13. 13 kiçik olub 100-dən. Sonra S olub 16. N olub 22. 22 kiçik olub 100-dən. 22 deyəndə yəni N plus. N plus. Sonra olub 64. N artırıb eləyib N plus 31. Bir dənə baxım. N plus. Bir dəqiqə, mən 13-ünü yazmışam ki, bura. 9-dur bu. Bu da 18-dir. Bu 27-dir. Hə. N plus 27. İndi əgər N plus 27 100-dən kiçik olsaydı, həyə düşərdi, bunu 64-ə artırardı. Deməli, kiçik olmayıb ki, yoxa gəldi. Onda bu kiçik deyilsə nə ola bilər? Ya böyük, ya bərabər. Onda indi 73-dən böyük bərabərdirsə, n-in ən kiçik qiyməti nə ola bilər? 73. 119. Yenə 128 qiyməti çapa bilir. İndi baxaq. N-i bilmirik. 1. En kiçik olub 100-dən. S də 1-dir. Eyni qaydada. S olub 2. N olub n plus 7. Kiçik olub 100-dən. Yenə S olub 4. N plus 14 kiçik olub 100-dən. 8 olub. N plus 21 kiçik olub 100-dən. Sonra olub 16. Yenə N plus 28 olub. Bu da 100-dən kiçik olub. Olub 32 N. Sonra N plus 35 olub. 100-dən kiçik olub. S olub 64. Sonra N plus 42 kiçik olub 100-dən. Olub 128. Burada artıq N plus 42, 49 artırır burada. 100-dən kiçik olmayıb, böyük bərabər olub. Onda belə çıxır ki, n də minimal, bizdə əsasən n dəyişən ki, daxil elə biləcək ən böyük qiymətini tap. Ən böyük deyir. O zaman biz 51-dən böyük bərabərdir. İndi 51-dən böyükdürsə, ən çox, indi istər hər qiymətə daxil edə bilmərik axı. Neçəyə qədər daxil edə bilərik. Ona görə biz bunu götürəndə n plus 99, n plus 42-nin 100-dən kiçik olub ha, axırıncı dövr ödəyəndə ən böyük neçə olub n plus 42 ödəyəndə? 100 ola bilməzsə, ən böyük 99 ola bilər. Onda belə çıxır ki, n də ən böyük neçə ola bilər? 57 eləmiş olar. Vəssalam, bitdi. Yəni burada 51-dən böyük olduğunu tapıram, amma ən böyüsün ən axırıncı dövrdən bir əvvəlki ilə tapıram. Yəni ən son istifadə olunan dövrdən tapıram. Burada deməli hə olub ki, düşüb aşağı. İndi bu ən böyük hər neçədə olub? 99 olub ki, böyük düşüb də yəni. 120. N 10-dur, S soruşur. İndi 0 kiçikdir mi ondan? Hə. S bərabərdə S plus 0. S yenə olub 0. I olub 3. 0-ı 3-ə vursam yenə 0. Gəlib. 3 kiçikdir mi ondan? Hə, kiçikdir. Bu zaman nə eləyib? S-i 3% artırıb, olub 3. İynə eləyib 6. Sonra 3-ü vurub 3-ə. 9. Gəlib 6 kiçikdir mi ondan? Hə. Bu dəfə 6-nı gəlib. S-in son qiyməti nə idi? 9 idi. 9-un üstünə 6 gəlib, olub 15. İynə eləyib 9. Sonra 15-i vurub 3-ə. Olub 45. Gəlib.
9 kiçikdir mi ondan? Hə, kiçikdir. Düşüb aşağıya. S-i son qiyməti 45 olub. 45-in üstünə 9 gəlir. Eləyib 54. Sonra iynə eləyib 12. 54 də sonra 3-ə vurub eləyib 162. Gəlib 12 kiçikdir mi ondan? Yox. S-in də son qiyməti neçədir? 162. 121. Yenə belə bir sual. Ondan sonra artıq uyğunluqlar gəlir. Demək ki, bitmək üzrədir. I5-dir, S1-dir, F1-dir. 5 kiçikdir mi 27-dən? Hə. F bərabər olur. F vur i-yə. Yəni 5-ə. I-nə 9 vardı, artıq verir 14. Kiçikdir mi 27-dən? Hə. Bu dəfə F-i vurur. Neçəyə? 5 vurulsun 14-də. Sonra olur 23. 23 kiçikdir mi? Hə. Bu dəfə 23-ə vurur. Sonra gəlir. Növbəti olur 32. 32 kiçikdir mi 27-dən? Yox. Gəlir bura. Onda 5 vur 14 vur 23. Ən son ədədimiz F ədədimiz budur. İndi həmin ədədi bu formada hesablayır. İndi 5 vurulsun 14 vurulsun 23. Deyir bunu 8-ə bölməsən alınan qalıq tap. Belə 5-i 8-ə bölsəm alınan qalıq 5. 14-ü 8-ə bölsəm 6, 20-si də bölsəm 7. İndi bunu hesablasam 8-ə bölməsən alınan qalıq tapsam 210, 210 da 8-ə bölsəm qalıq nə eləyir? 26 dəfə düşür, qalıq 2 eləyir. 2. İndi D vurulsun. Hə, indi D'miz 2-dir. 2-ni 2-yə bölünən alınan qalıq 0-dır mı? Hə, 0-dır. O zaman S vur 2-yə. Oldu 2. Sonra gəl bu ədədi böl 8-ə. İndi 70 vurulsun 23. Belə bir ədəddir. 7-ni 23-ə vuran neçə eləyir? 1610 ədədi. İndi 1610 ədədinin içərisində 1610 ədədinin içərisində neçə dənə 8 var? 201 dəfə düşür. Həqiqətən də qalıq 2 eləmiş olur. İndi F-in qiyməti oldu 201. Gəlir. 201 böyükdürmü 0-dan? Hə. 201 bu dəfə 8-ə bölünən qalıq nə edir? 25 dəfə düşür, qalıq 1. 1 2-yə bölünən qalıq 0-dırmı? Yox. Gəl bu dəfə 201-i 8-ə böl 25. 25 0-dan böyükdürmü? Hə. 25-i 8-ə bölünən qalıq yenə 1. 1 tək ədəddir. Yəni cüt deyil. Gəlir bura. 25-i bu dəfə 8-ə bölür, 3 dəfə düşür. Gəlir 3 böyükdürmü 0-dan? Hə. Gəlir sonra 3-ü 8-ə bölməsi alınan qalıq 3. Bu da tək ədəddir deyə bura gəlir. 3-ü 8-ə bölür düşür 0 dəfə. 0 0-dan böyükdürmü? Yox. O zaman S-in son qiyməti nə oldu? 2 olmuşdu da burada. 1 vurulsun 2 idi. Bu deyir, yekun qiymət neçə? 121-dən. 2. 122-ci sual. Çox maraqlı sual idi. Bu təsəd sualdır. Deməli, blok sxemlərin işini göstərir. Şərti müqayisə etməklə hesablanan sxemin seçilməsi bu şərt blokudur. 1-ə gedir A. Əməl bloku düzbucaqlıdır. Başlanmasını göstərən ovaldır, yoxdur. Daxil xaric edilmə D-dir. Sonu göstərən də ovaldır. 1A, 2D, 3B. 123. Xətti alqoritmi. Xətti vermiş tərəflərə görə kvadrat sahəsini hesablamaq, bəli, bu xəttidir. Birdən n-ə qədər tək edən kvadratlarının çap edilməsi. Bu birdən n-ə də işləyir. Dövrüdür. Çünki n dəfə baş verir. N naturaldan faktor yenə n-ə qədər deyirsə dövrüdür. Cüt və ya tək olması şərt var. Bu daxlanandır. Köklərin tapılması da diskriminantın şərtidir. Böyükdür, kiçikdir və sıfırdır. Ona görə bu da nədir? Bu daxlanandır. 1A, 2BC, 3DY. Növbəti 124-cü sual. Bu da yenə EBOB-un kodudur. Belə deyək, bunu artıq bayaqlara belə bir sual baxmışdıq. Bu tipli fərqləri verirsə, axırda olan bərabərliyi yoxlayırsa, bu EBOB-u tapır. 32-nin də 108-in EBOB-unu 4-ü çıxarsaq, 8 ilə 27 qarşılıq sadədə 1-ə gedir. O zaman 4 vur 1,
4. Vəssalam 124, 74. Da cavab 4. 125. Xətt 2 ədədin hasil hesablanması xəttidir. Diskriminant növ hesablanma budaqlanandır. AX bərabərdir B. Xətti təminin həll alqoritmi. AX bərabərdir B. Hə, burada x-i tapanda nə olur? B böl A. Axı A-nın burada 0 olub olmama şərti var bölmədə. Ona görə bu da budaqlanandır. Çox rəqəmli altı ədədin rəqəmlərin cəmi hesablanması. Bu artıq bir neçə dəfə toplayacaq. D. Düzbucaqlının sahəsinin hesablanması da xəttidir. 1A-Y, 2B-C, 3C-D. 126. Təbii dildə təsvir, hə, baxaq görə, alqoritm addımları həndəsi fiqurların daxilində yazılır. Daxildə yazılırsa, bu nədir? Qrafik təsvirdir. Düzbucaqlı üçbucaqlı ipidorun tapılma alqoritmi belədir. Katetlər verilir. Bu təbii dildə təsvirdir. Şifahi olaraq bu deyilir. Bu təsvir forması ilə kompüter ancaq ona vermişəm. Bu artıq proqramlaşdırmadır. C. Daha sonra çox vaxt bu təsvir formasında əvvəlcə blok sxem qurulur, sonra yenə bu da proqram qurulur. Proqramlaşdırmadır. Bu da bizə nəyi verib burada? Toplama alqoritmi blok sxemini verib. Yəni 2-nin özünə də gedir blok sxem Y var. 1B, 2AY, 3CD. Bura qədər ətrafların izahını ayrıca video kimi çəkəcək. Onu da paylaşacağım. Burada 35 dənə sualdır təxminən. Növbəti videoda görüşənədək hələlik sağ olun. Kanala izləyib abunə olmağı unutmayın.